Bugünkü mövzumuz həqiqətən də cəmiyyətimizdə bir ad olaraq geniş yayılmış və bəzən gənclərin bir-birinə tez-tez söylədikləri bir termindir. Əslində görəsən bu xəstəlikdirmi, yoxsa normal bir şəxsiyyət özəlliyidirmi? Elə termin olaraq da adını deyək də. Bəli. Adətən xanımların dilindən son zamanlarda mən bunu çox eşidirəm. Bu narsistdir. Bir narsistik və yaxud da narsist şəxsiyyət pozuntusu, narsisizm haqqında bugün sizə məlumat verəcəm. Ümumiyyətlə qeyd edərdim ki, narsistik hər bir insanın, hər birimizin müəyyən qədər də olsa bir şəxsiyyət özəlliyi olaraq, bir struktur insan olaraq, xarakterioloji olaraq hardasa müəyyən qədər narsistik bir belə deyək ki, özəlliklər var. Lakin bu özəlliklər biz əgər özümüz duya biliriksə, bunun fərqinə vara biliriksə və bəzən bu belə deyək ki, qüsuru aradan qaldırmağa çalışırıqsa və bunu özümüzün fərqinə varırıqsa, bu bir belə deyək ki, xəstəlik hesab edilmir və bu narsistik bir strukturdur insanlarda görülən. Əgər hansı halda biz buna narsistik şəxsiyyət pozuntusu deyirik? Əgər şəxs onda olan narsistik özəlliyi, narsistik xüsusiyyətləri fərqinə vara bilmirsə, bundan zövq alırsa, əksinə olaraq bunu həzzini yaşayırsa və insanlara bununla bağlı olaraq narahatlıq yaradırsa və bu narahatçılıqlar onu və ətrafındakı insanları gün ərzində, belə deyək ki, illər ərzində narahat edirsə, artıq bu halda bu narsistik şəxsiyyət pozuntusu adlanır. Bu bir klinik diaqnozdur, psixiatrik bir diaqnozdur. Amma xəstəlik hesab edilmir. Niyə? Çünki bu qeyd etdiyim kimi şəxsiyyət qüsurudur, şəxsiyyət pozuntusudur. Şəxs əgər anlaya bilirsə bu narsistik şəxsiyyətdir, narsisizm var onda, bu halda bunu müalicə etmək və dəyişmək və öz-özünü dəyişməyi mümkündür. Mən istəyərdim ki, narsistik şəxsiyyət pozuntusunun klinik əlamətlərinə toxunaq. Çox maraqlı olar, doktor, buyurun. Bəli. Narsistik şəxsiyyət pozuntusu, narsizm kimə deyilir? Bu şəxslər, narsistik insanlar, insanlarda bir ego yüksəkliyi olur, özgüvən yüksəkliyi olur. Bu şəxslər özlərini hamıdan, ətrafında, cəmiyyətdə hamıdan önəmli, üstün, yüksək bilərlər və bu insanlar özlərini hamıdan ağıllı, bacarıqlı görərlər, böyük görərlər. Hər hansısa bir bacarmadıqları iş olmamalıdırlar. Əks halda bunlar depressiyaya düşərlər. Bəzən bu şəxslər, bəli, müəyyən bir klinik təcrübəmizdə bu insanları intihara belə təşəbbüs etmiş görə bilirik. Təəssüf ki, bu şəxslərdə, belə deyək ki, bunlar daim olaraq haqlıdırlar. Özlərini hər zaman haqlı bilərlər. Heç vaxt səhv olmurlar. Səhv yoxdur, heç vaxt heç kəsdən üzr istəməzlər. Bunları tənqid etmək, bunlar üçün bir işgəncədir, əzabdır. Tənqid edən insanı dinləyərlər, onlara hörmət edərlər, amma o insanlara heç vaxt sevməzlər. O insanlardan həmişə qaçarlar və uzaq durarlar. Narsistik insanlar daim olaraq manipulativdirlər. Bu insanlar ətrafındakı insanları özlərinə tabe etməyi sevərlər. Niyə görə manipulativdir dedim? Bu şəxslər kimləsə bir sevgi münasibəti yaşamaq istəyərlərsə, ilk növbədə münasibətin başında o insanları özlərinə tabe edərlər. O insanları o şəkildə yaşadarlar ki, onları həyatlarının mərkəzinə keçirərlər. Həmin şəxs, əks cins bu zaman özünü dünyanın ən xoşbəxt bir insanı hesab edər. Onları göylərə qaldırarlar. O insanlarda duygusal bağlılıq Günayxanım yaratdıqdan sonra artıq biləndə ki, o insan ona tabe oldu, artıq onu sevir. Onsuz qala bilmir, duygusal olaraq bağlıdır. Onu necə ki, göyə qaldırmışdı, o göydən də qəfildən yerə çırpar. Nə edərlər? Bu insanlarda həmin insanla bir anlaşılmazlıq yaranar. Soruşmazlar, sən məni başa düşdün, yoxsa düşmədin? Bunlarda bir pasiv narsizm deyirik də biz buna. Bir incimək, küsmək var. Bu küskünlük onlarda kinə çevrilir. Kinləri çox uzun müddətli xroniki olar. Günlərin bir günü ayılarsınız ki, yatağınızdan qalxarsınız ki, həyatınızda olan həmin şəxs, insan, sevdiyiniz insan sizin həyatınızda yoxdur. Sizi tərk edibdir. Zənginizə cavab verməz, mesajınıza cavab verməz, itər, batar, yoxa çıxar, hətta aylarla və illərlə yoxa çıxar. Bir müddətdən sonra bu xroniki kin olduğuna görə onlarda uzun müddətdən sonra geri qayıdar Günayxanım. Geri qayıtdıqda səbəbini soruşanda deməz, sizi günahlandırar və heç sual verməyə belə sizə o fürsəti yaratmaz. Narsistik insanlarda empati çatışmazlığı olar, bayaq qeyd etdiniz. İnsanları anlamaz, duymaz, onların belə deyək, onların fərqinə varmazlar. Təkəbbürlüdürlər.
belə deyək ki, yalnız özlərini düşünərlər, mükəmməlliyyətçidirlər. İşdə də, hər yerdə kontrolcudurlar. Kontrol edərlər işlərinin necə getdiyini ailədə. Hər bir şey onların, belə deyək, hər bir şeyin ipi onların əlində olmalıdır. Maraqlı burasındadır ki, bu insanlar ailədə də bunu göstərərlər Günay xanım. Ailədə sanki bir özləri şahzadədir, qadındırsa, kişidirsə bir padşahdır. Evindəki ailə üzvləri, övladları bunlar üçün quldur, kölədir. Hamı ona qulluq edir. Bəli. Elə bir ki, bunun əlidir, ayağıdır. Öl desəm öləcəksiniz, qal desəm qalacaqsınız, otur desəm oturacaqsınız, dur desəm duracaqsınız. Narsistlərin ən çox istifadə etdiyi terminlər bunlardır. Hansılar? Cəmiyyətdə, məsələn, avtobusda mindiniz və yaxud da ictimai bir nəqliyyatdasınız, hardasınız, marketdəsiniz, qarşılaşmışsınız, bir nəyəsə bir onun xoşuna gəlməyən şeylədir. Deyir, siz tanıyırsınız, mən kiməm. Halbuki bunlar önəmli bir insanlar da deyirlər. Və yaxud da ki, onlar öz istədiklərini yeridərlər. Sevgi münasibətinə daxil olduqda və yaxud da ailə həyatı qurmaq istəyirsinizsə, bir qadın, bir kişi qarşınıza çıxıb dedisə, mən deyən olacaqdır, mənim özümün dediklərim var, mənim dediyimdən oturub, bəli, qayda qanunlarım var, mən deyəndən oturub duracaqsa, bilin ki, ondan uzaq durun, bu narsistdir. Yəni, qarşı tərəfin fikri onun üçün önəm daşımır, heç onu ümumiyyətlə önəmsəmir. Faydasızdır. Yəni, onu belə deyim də, zəif görür, biliksiz görür. Bəli. Bəzən görürəm, sosial şəbəkələrdə bəzən xanımlar yazırlar ki, həyat yoldaşım narsist çıxdı, ailə qurdum, gözüm bağlandı, həyat yoldaşım narsist çıxdı. İndi bəylər deyəcək ki, xanımların dilindən danışır, sadəcə bir nümunədir, misal kimi göstərirəm. Bəylər də belə xanımla rastlaşa bilərlər. Çünki kişilərin ən çox pozuntusudur bu daha çox kişilərdə, bəli, xanımların dilindən eşidirik və söyləyir ki, məni önəmsəmirdi, mənim qırmızı diplomlarım, mənim intellektim, mənim səviyyəm mənə deyir, sən az bilirsən, sənin heç nədən başın çıxmır. Hətta ailədə hər hansı bir qərar qəbul etmək zamanında məni o qədər küçümsüyürdü ki, mən özümü o qədər belə cılız hiss eləyirdim, biliksiz hiss eləyirdim ki, yəni mən onda anladım ki, mənim qarşı tərəf həyat yoldaşı olsun, nişanlısı olsun, artıq bir narsist bir şəxsiyyətdir. Çox düzgün vurğuladınız Günay xanım. Narsistik şəxsiyyətlər, insanlar ancaq istəyirlər bunu tərifləsinlər. Hər yerdə, işdə, çöldə alqışlasınlar, tərifləsinlər, onu mükafat versinlər. Nəyə görə? Onlar ondan qidalanırlar. Narsistlərin ətrafında heç vaxt zəif insanlar olmaz. Güclü insanları tutar, elə bir qanını sorar o adamı. Psixologiyasından oynayar, onun hisslərindən oynayar və atar. Narsistik insanlarda da bu bir mərhəmət duyğusu yoxdur onlarda, amma müəyyən vaxt yaranır. Hansı halda? Onların da bir sevdikləri insanlar olur. Ya sevgilisi mi olur, ya ailədə kimsə istəyirlər. O halda onlar qorxurlar ki, artıq o insanları itirmək qorxusu yaranır. Görəndə ki, artıq o insanlar onun həyatından çıxır, o halda başlayır təvazökar olmağa. Ona müəyyən bir jest eləyə bilər. Yalnız ona qarşı. Bəli, yalnız ona qarşı. Müəyyən bir özünün mənfəətindən istifadə edərək, müəyyən bir ona belə deyək, yaxınlaşar, jestlər eləyər. O bir obrazdır da. Obraza girərlər, bəli. Sanki bir maska girərlər, maskasını daha sonra onsuz da yenə çıxardacaqlar. Etap bunlarda 3 aydan bir, 5 aydan bir bu dalğalar onsuz da müşahidə olunacaqdır. Psixoloji pozuntudur da. Yəni, psixoloji pozuntu olaraq özünü necə göstərirsə. Bəli. Mən deyərdim ki, Günay xanım, narsist insanlar ümumiyyətlə 12 tip şəxsiyyət pozuntusu var. Bunların içərisində 2 tip şəxsiyyət pozuntusu, paranoid, şübhəçi. Biz bunlar haqqında danışmışıq, qısqanclıq sayıqlaması filan, arvadını güdür, izləyir, məsəl üçün gedir qapıdan güdür, məsəl arvadı bir yuxuya gedib güləndə belə və yaxud da ki, neynəyəndə belə ayıldacaq, deyəcək, nəyə gülürdün, kim yuxuda gördün, başlayacaq onu danışdırmağa. Paranoid tip şəxsiyyət pozuntusu və narsistik şəxsiyyət pozuntusu insanların həyat keyfiyyətinə ən çox mənfi təsir göstərən şəxsiyyət pozuntusudur. Narsist sözü ümumiyyətlə əslində sevgidən doğan bir sözdür. Narsist şəxsiyyətlərin öz bədənlərinə və yaxud da ki, evlərinə, övladına, nəyinəsə bir yatırım olur. Biz panik atakda da bu barədə danışmışdıq. Əgər bunların bədənlərinə qarşı bu narsistik yatırım varsa, narsist insanlarda, adicə bir təzyiqi qalxsın, hə? Və yaxud da ki, harasa bir cızıldı, bir nə bilim, sivilcə çıxdı, nəysə oldu. Bu insanlar üçün böyük bir tragediyadır, böyük bir faciə baş verir. Və yaxud da ki, yol gedəndə bir maşınları cızılsın, gecə səhərə yatmayacaqlar. Bunlar üçün bir faciədir. Və yaxud da ki, tutalım, külli miqdarda nəyəsə pul qoyurlar, xərcləyirlər, ondan bir yatırım gözləyirlərsə, onun bir həyəcanını keçirirlər. Onunla bağlı olaraq bir panik həyəcan keçirirlər. Bu insanlar əslində narsistik insanlar kənardan özgüvənli görünürlər. Onlara kənardakı şəxs elə gəlir ki, bunlar çox özgüvənlidirlər. Əslində psixoloji olaraq arxa planda bunlarda bir yetərsizlik, əksiklik duyğusu var. Yəni üz qabığı belə. Bəli, üz qabığı bu formada deyil, şişirilmiş bir şardı içi də boşdur. Bunu insanların duymaması üçün
insanlara bir özlərini özgüvənli təqdim edirlər. Daim özlərini təsdiq etməyə çalışırlar. Və Günay xanım, çox maraqlı bir məqama toxundunuz. Bu insanlar həmişə göz qabağında olmaq sevərlər. Həmişə gündəmdə olmaq sevərlər. Biri var ki, olsun bu insanlar bir önəmli bir efir insanı, aparıcı deyil, yox. Bu insanlar sıradan bir insandırlar, amma daim olaraq diqqət mərkəzindədirlər. Hətta Amerika Psixoloji Birliyi tərəfindən belə bir dərc olunmuşdu ki, bir insan gün ərzində, söhbət hansı insanlardan gedir, sadə bir insanlardan, 3 dəfədən artıq olaraq özünü tanıdan, məşhurlaşdıran və yaxud da ki, müəyyən bir paylaşım edirsə, bu narsisizmdir, narsistik şəxsiyyət pozuntusudur. Və bunlar onun fərqinə varmazlar. Özü üçün bir kütlə yaradarlar. Onlara elə gəlir ki, cəmaət bunları sevir, onu alqışlayır. Və yaxud da ki, buna onu gözləyir və yaxud da ki, ondan bir enerji alırlar. Amma əslində bu bir boş, bir mənasız bir... Yəni, özünü inandırmalı. Bəli, inandırılmış bir hissiyatdır. Bax, indi hər özünü sevən insana biz narsist deyə bilərik, Aytan xanım. Əslində, Günay xanım, sevgidir, istəkdir, həyəcandır, qorxudur, narsistik zamanı müşahidə olunan müəyyən bir mükəmməlliyətçi duyğudur. Bunlar insanlarda olması lazımdır. Bu insani duyğulardır. Hər şeyin normadan artıq olması xəstəlikdir, pozuntudur. Və bu halda biz artıq buna şəxsi, onun yaxınını və o gələn şəxsi dərindən dinləyərək təqribən müayinəmiz bir 30-40 dəqiqə çəkər. Artıq o halda biz diaqnozu tam formalaşdırırıq. Bəzən isə şəxs içəri girib artıq ikinci-üçüncü dəqiqədə diaqnozu formalaşdırmış oluruq. Və artıq ondan sonra müalicə təyin edə bilərik. Özləri müalicəyə, yəni müraciət edir, yoxsa kimsə gətirir? Yəni bu halda necə olur? Çünki bayaq qeyd etdiniz ki, narsist insanlar bu pozuntunu özlərində hiss etmirlər, yoxsa edənlər də olur. Bilirsiniz Günay xanım, bayaqlar ki, qeyd etdim, depressiyaya düşürlər və yaxud da ki, intihara təşəbbüs edirlər. Bu insanlar bizə müraciət eləyəndə heç vaxt deməzlər mən narsistəm. Yanında gələn həyat yoldaşı deyər və yaxud da ki, anası deyər ki, doktor, bu həmişə özündən razıdır, söz demək olmur, bunu heç vaxt günahlandırmaq olmur, həmişə qarşısındakını günahlandırır, nə deyir, yeli ağzımızdan vurur, bizi idarə eləməyə başlayır, deyir ki, mən deyən olacaqdır, evdə tez-tez konflikt yaranır, evindəki yoldaşı, adətən kişilərin xəstəliyi olduğuna görə başını götürüb qaçmaq istəyir. İrəliyən etaplarda bir çox boşanmaların səbəbi narsistik şəxsiyyət pozuntusu olan insanlar olur. Narsistlə evlənməmişdən qabaq diqqətli olun. Amma evlənmişsinizsə boşanmağa cəhd etməyin. Artıq onu qəbullanıb, belə deyək ki, belə deyək ki, yolları tapmaq lazımdır. Narsistik insana tabe olmaq lazım deyil. Onların səhvlərini onlara söyləmək lazımdır. Küsəcəklər, inciyəcəklər, sizi tərk edəcəklər, sizi cəzalandıracaqlar. Bilirsiniz, nə edəcəklər? Sizi cəzalandırmaq üçün bayaq dedim, sevgilisindən ayrılırlar, itib batırlar, yoxa çıxırlar. Heç səbəbini deməyəcəklər və yaxud da ki, ailədə yoldaşınızla bir konflikt söz dediniz, sizə elə gəlir ki, onun xətrinə dəyməyib. Amma onların içində o qədər küsəyənlik doğusu olur, pasiv narsizm, bayaq danışırdım. Küsür incir, sizi tərk edir, incidir. Onların da cəzası sizə nə olacaqdır? Danışdırmayacaq. Heç sizi vecinə almayacaq, önəmsəməyəcək, sizi görməmişdən gələcək. Elə bil ki, evdə siz də bir əşya kimisiniz. Sizi o həddə çatdıracaqdır. Partlayışlar yaratmağa çalışacaqdır. Siz partlayıb ona qarşı reaksiya verəndə. Bəli, Günay xanım, bilərəkdən. Zövq alacaqdır. Onun üçün o bir həzz duyğusu yaşayır. Narsistik insanlar həzzçidirlər. Onlar elə şeylərdən həzz alırlar. Amma o insanları çətin olar həkimə aparmaq. Çünki onlar insanları eşitmək istəmirlər. Fərqi yoxdur, yaxın olsun. Bilirsiniz necədir? Gələndə də nə deyirlər onlar? Deyirlər ki, mənim heç bir psixoloji vəziyyətim yoxdur. Yanındakına deyir, danış görüm nəyə demək istəyirdin ki, biz gəldik bura. Bildiniz necə? Qarşısındakını günahlandırmağa çalışarlar. Əslində pis insanlar deyirlər. Onların gördükləri işlər, Günay xanım, hansısa bir layihələr olsun, tutalım, həkimlər arasında da var bunlar, müəyyən bir insanlar arasında da var. Onlar həm zaman özlərini güvənli, hər şeyin öhdəsindən gələn, halbuki bacarıqlı. Onu söyləyən insanlar həmişə güvənsiz insanlar olurlar. Bacarmayan insanlar olurlar. Altında bir boşluq yatan insanlar olurlar. Bəli, elə hesab edərlər və daim olaraq təsdiqləməyə çalışarlar özlərini. Onların uzun illər keçəndən sonra belə narsistlərdə, məsələn, irəliləyən yaşlarda onların ətrafında heç kəs qalmaz. Və onu tərk edərlər. Çünki artıq bezmiş, tükənmiş, incitmiş. Onlar sizin həyatınızda olan narsistik insan küsəcək, qayıdacaq.
ən gözəl ona cavab həmin insanı təkrar qəbul etməməyinizdir. Onlar üçün ən böyük cəza odur. Amma təəssüf ki, biz insani duyğu olaraq onları qəbul etməliyik. Bir zərərləri ola bilərmi? Məsələn, cəmiyyətə, iş yoldaşlarına, ailə üzvlərinə, narsistdən danışırıq. Bilirsiniz necədir Günay xanım? Narsistik insan qarşısındakı insanı depressiyaya da salarlar, onlarda təşviş pozuntusu da yaradarlar. O bəzən deyirlər, psixiatra müraciət edən pasiyentlər əslində o kiminsə də, yəni xəstə etdiyi insanlarda əsl xəstələr deyil. Bununla da razılaşmıram. Əsl xəstələr özləri, xəstə olanlar da müraciət edə bilir. Kiminsə xəstə etdikləri də müraciət edə bilir. Bəzən gəlir qadın və yaxud da kişi deyir ki, doktor, mənim bu vəziyyətə düşməyimin səbəbi, biz narsistik şəxsiyyət pozuntusu deyirik Günay xanım. Əslində bu insanlar müəyyən bir sosial vəziyyətdən, ailə vəziyyətindən, kənar təsirlərdən o vəziyyətə düşürlər. Nəyə düşürlər? Depressiyaya düşürlər, təşviş pozuntusu yaranır. Onlar ailədən ayrılırlar, tək qalmaq məcburiyyətində qalırlar. Narsistik insanlarla qarşılaşan insanlar müəyyən bir etapdan sonra bütün insanlara qarşı həyatda inamsızlıq hissi yaranır. Heç kəsə inana bilmirlər. Çünki o insanlar, bəli, çox doğru, qorxuya düşürlər. O insanlarda o yaratdıqları möcüzələri göyə qaldırır. Onlar üçün nələr yaradır? Birdən-birə qaldırıb yerə çırpır. Bəli, göydən yerə çırpır və ona görə də o şəxslərdə və ona görə də bir xanımımız hal-hazırda yazır. Mənim həyat yoldaşım daim özünü haqlı sayır və heç vaxt üzr istəmir. Bu narsizmin əlaməti ola bilərmi? Təbii ki, bu bayaq qeyd etdiyim ki, bu klassik bir əlamətidir. Bax, iş yerində özünü daim üstün tutan, digərlərini aşağılamağa çalışan biri ilə necə davranmalıyam? Bunu da yazan xanımdır. Yəni ki, bir bəy haqqında yazır yenə. Bu dediyiniz klinik əlamət də narsistik bir özəllikdir. Amma nədən gedir söhbət? Narsistlərin onları tənqid etmək onlar üçün cəzadır. Onu deyərkən şiddət göstərə bilər, agresiya göstərə bilər, əksinə sizi günahlandıra bilər və ona görə də o şəkildə onunla davranmaq lazımdır. Səhvlərini o şəkildə tənqidi olaraq onlara demək lazımdır ki, o agresiya ilə, o şiddətlə rastlaşmasınız. Əks halda iş yerində sizi günahlandıracaq və sizi cəmiyyət arasında pərt edəcəkdir. Narsist şəxsiyyət pozuntusu olan biri əgər öz xoşu ilə belə deyək də, həkimə, həkim psixiatra müraciət etmək istəmirsə, o zaman nə etməli? Çünki mən düşünürəm ki, hal-hazırda bizi izləyicilər çox diqqətlə izləyirlər və ola bilər ailədə, yaxınlar arasında, iş yoldaşları arasında, doğmalarınız arasında, qohumlar arasında belə bir şəxs olsun və artıq onun köməyə ehtiyacı olsun. Təbii ki, bu onu özü görə bilmir. Bu zaman yaxınlarına nə məsləhət görərsiniz? Bizə müraciət edən pasiyentlər Günay xanım adətən tək gəlmirlər. Bəzən nadir hallarda tək olarlar. Yanında gələndə həmişə yoldaşı ilə və yaxud da ki, belə deyək, valideynləri ilə, övladı ilə və yaxud da yaxın bir rəfiqəsi ilə, dostu ilə yaxınlaşırlar. Adətən o pasiyentlər bizə gələndə də yanında, belə deyək ki, müayinəyə daxil olan şəxs də onun haqqında məlumat vermiş olur. Müayinəyə necə gətirə bilərsiniz? Təbii ki, ona desən ki, səndə şəxsiyyət pozuntusudur, sən narsistsən, o gəlməyəcəkdir müayinəyə. Sadəcə olaraq aranızda yaranan o anlaşılmazlıq, onun özünün də əslində o duyğulardan əzab çəkdiyinin fərqindədir, amma bunu qəbullana bilmir. Bunları ona aşılamaqla, müəyyən bir, belə deyək ki, sözlərlə və ona toxunacaq, hansı ki, o narsistik şəxsiyyət pozuntusunu mən klinik əlamətlərini dedim hardasa, siz onu yanınızdakı şəxsi daha özəl tanıyırsınız. Onlara toxunmaqla onu həkimə cəlb edə bilərsiniz. Həkimə gəldikdə isə bu əslində müalicəsi var, hansı ki, orada bir pozuntular var. Onda bilirsiniz nə deyirlər Günay xanım? Deyirlər ki, ay doktor, Allah sizdən razı olsun. Zəng edib deyirlər də gizlincə, dərmanını kəsməyin, qətiyyən birdən kəsərsiniz. Elə gözəl olub pambıq kimi, yumuşaq. Yəni, qətiyyən dərmanına toxunmayın. Yəni, artıq normal vəziyyətinə qayıdır və müalicəsi haqqında da danışacağıq. Narsist şəxsiyyət pozuntusunun müalicəsi var və elə dəyərli, peşəkar həkim psixiatr Aytən Namazova qısa aradan sonra həmin müalicəni bizə anladacaq. Sağlam gün ay canlı davam edir. Yeni qoşulan tamaşaçılarımızı salamlayıram və sizə də bildirim ki, hal-hazırda studiyamızın dəyərli həkim qonağı, həkim psixiatr Aytən Namazovadır. Bir daha xoş gördük sizi, doktor. Minnətdaram gəlişiniz üçün. Bugün də çox faydalı bir mövzu ilə tamaşaçılarımızın qarşısındayıq və çox sayda suallar gəlir. Valideynlər də bu mövzudan narahatdılar və suallar var müxtəlif səpkidə ki, övladlarımızı narsist şəxsiyyət pozuntusu
fonunda yetişdirməyək, yəni uşaqda narsist xüsusiyyətlərinin formalaşmasının qarşısını necə alaq? Elə gəlin belə bir sual ünvanlayaq onların dilindən ümumi şəkildə. Uşaqlarda narsist xüsusiyyətlərin formalaşmaması üçün valideynlər nə etməlidirlər? Yəni uşaq yaşlarından nələrə əməl etməlidirlər? Günay xanım, əslində narsistik xüsusiyyətlər uşaqlarda ən çox görülən xüsusiyyətdir başlanğıcda. Yəni uşaq özünü tanıyan etapdan, yaşdan. Yəni onlarda bir özünü sevərlilik yaranır, mənlik duyğusu. Hər şeyin onun, o bəzən olur uşaqlar arasında mübahisələr, hamısı mənimdir, götürər, qaçar, onun olmasını. Yəni mənimdirsə mənimdir deyə duyğular yaranmağa başlayar. Lakin yeniyetməlik çağına doğru irəliləyəndə narsistik xüsusiyyətlər bir partlayış verir. Çünki bu yeniyetməliyin ən çılğın vaxtına düşür. Amma bir belə deyək ki, bu duyğu get-gedə daha sonra paylaşılır. Bunu Freud çox gözəl izah edir ki, birincili narsistizm var, ikincili var. Birincili uşaqlarda görülən narsistizmdir. Bunlar belə deyimdir ki, özlərinə etdikləri uşaqlıq çağının sevgisidir, istəyidir. Daha sonra bu sevgi bölünür. Valideynlərinə, oyuncağına, ətrafında qardaş bacısına, böyüdükcə öz məktəb yoldaşlarına filan paylaşılır. İkincili narsistizm isə bu ruhu xəstəliyi olan şizofreniyada görülür. Niyə? Buna ikincili sekonder deyilir. Niyə? Çünki bu şəxslər şizofreniyalı insanlarda autistik sözü auto, özünə qapanma deməkdir. Şəxs özünə qapanır deyə, kənardan uzaqlaşır, reallıqdan qopur deyə, onun öz reallıq dünyası olur. Şəxs öz reallığında da gülür də, özü üçün xoşbəxtdir və bu ikincili narsizm. Bu Freudin verdiyi bir, belə deyək ki, göstəricidən ifadəni bildirmək istədim. Biz, belə deyək, bir valideyn əgər narsistdirsə, bu narsist valideynlərin ən çox övladına deyəcəyi söz nə olur? Biz gələcəkdə öz övladımızı da narsist eləyə bilir. Neyinir? Deyir ki, sən bunu eləməsən səni istəməyəcəm, səni sevməyəcəm. Güya ki, uşağı cəzalandırır. Əslində bu yanlış bir ifadədir. Və yaxud da uşaqları çox qapalı və belə deyim də, uşaqları sanki elə bir rejimdə böyüdürlər ki, elə bir şərtlərdə böyüdürlər ki, bu bayaq qeyd etdiyim kimi uşaq sanki bunun köləsidir, quludur, əlidir, ayağıdır. Nə desəm onu eləyəcəksən. Dur, otur. Nəticədə bu uşaqlar böyüdükdə, artıq yetkinlik yaşını ötürdükdən sonra 18 yaşın üstündə bir universitetə gedəndə və yaxud da universitetə daxil olmadı işləyəndəmi, nə edəndəmi, bu uşaqlar sanki bir zəncirdən qopmuş bir vəziyyət alınırlar. İnanın mənə. Və bəzən bu uşaqlarda, həmin bu narsistik valideynlərin uşaqlarında da zərərli vərdişlərə də meyilli artır. Qızdardırsa, bunlar əyləncəli hallarda, daha açıq-saçıq görüntülərdə görünləmiş olurlar. Bəzən deyirlər ki, bu ailədən necə çıxıbdı ki, bu belə uşaq deyildi, axı necə oldu, belə oldu. Yəni, səbəb uşaq vaxtında yatır. Çox bastırılmış, çox təzyiq göstərilmiş, çox belə deyək, ailələrdə böyüyən. Çünki bunu edən valideyn özü narsistdir. Köləsi qulu etmək istəyir. Bu övladlar böyüyəndə artıq o qədər qapaldılmış şəraitdən açıq dünyaya qədəm qoyurlar ki, artıq hər şeyi açıqlıqla edirlər. Hər şeyin dadına baxmaq istəyirlər. Narkotikin də, içkinin də olsun, bir çox əyləncəli bir yerlərdə iştirak edib, bir çox açıq-saçıq geyinməyində hər şey onlar üçün maraqlı olur. Və bu halda artıq həqiqətən də bu insanın da, belə deyək, şəxsin də, gəncin də gələcəkdə formalaşmağında ananın, valideynin, atanın böyük rolu olmuş olur. Yəni, bu sadəcə bir xarakter xüsusiyyəti olmur, artıq psixoloji pozuntuya keçir. Sadəcə bu həddi, bu keçidi artıq həmin insan görməsə də yaxınları görüb, həkim psixiatra müraciət etməlidirlər. Bilirsiniz Günay xanım, mən nəyə görə bayaqlarda dedim xəstəlik deyil. Çünki bu insanlar qəbul etməyənə qədər və yaxud da bu insanların özlərində o narsistlik duyğusunu ən azından hiss etməyənə qədər onları müalicə etmək çətin olur. Narsistik şəxsiyyət pozuntusu, yenə deyirəm, pozuntudur, diaqnozdur, müalicə dərmanlarla etmək olur, korreksiya etmək olur. Onların o egosunu... Gəlin elə müalicəsini anladıq, çünki bəzən belə səhv düşüncələr olur ki, bu müalicə olunmur, bu bir xarakterin xüsusiyyətidir. Xeyr, doktorumuz geniş və ətraflı o incə məqamlarını hamısını açdı, anlatdı. Yəni, bu bir xarakter xüsusiyyəti deyil, bu bir psixoloji pozuntudur və bunun müalicəsi var. Onlarda olan aqressiya, şiddət,
özgüvənin aşırı yüksək olması, insanlara sanki bir işgəncə kimi ağlatmaq, ondan həzz duyğusunu almaq, nəticə etibarilə ailədə konfliktlərin yaranmasına səbəb olan o gərginlik halları təbii ki, aradan qalxır və yenə qeyd edirəm, narsist insan müalicə olunur, belə deyək ki, o artıq insanların ki, o həyat keyfiyyəti bərpa olunur, insanlarla olan münasibəti, iş yoldaşları ilə, ailə üzvləri ilə olan münasibətləri bərpa olunur. Bir çox boşanmaların qarşısını almış ola bilirik Günay xanım və artıq narsist insanın öz yaxınları onlarla təkrar müayinədə gələndə, birinci müayinədən elə çox, belə deyək ki, xoşbəxt və huzurlu olurlar. Bu bir şəxsiyyət pozuntusudur, klinik bir diaqnozdur, müalicəsi var. Sadəcə olaraq həkimə gətirmək çətin olsa da belə özünüzlə bir yerdəmi və yaxud da ki, gəl bir yerdə bir həkimə müraciət edək, bizim görəsən problemimiz nədəndir deyə söyləyərək müraciət edə bilərsiniz və tam şəkildə sağlam bir həyatına qovuşdura bilərsiniz. Aytan xanım, mən sizə təşəkkür edirəm. Bu mövzunu bizim üçün, tamaşaçılar üçün çox ətraflı şəkildə açdığınız üçün və xüsusən də bu sahədə bilgilərimizi artırdınız. Sayənizdə bunları da bilmiş olduq. Dəyərli həkim psixiatr Aytan Namazovanın qəbuluna yazılmaq istəyənlər üçün əlaqə nömrəsini qeyd edirəm. 050 377 54 22. Həmçinin elə eyni nömrənin 099-u da var. 099 377 54 22. Instagram səhifəsini ekranlarda görürsünüz və müalicə etdiyi xəstəlikləri soruşursunuz. Qısa şəkildə hamısını bir-bir sadalayacağım. Depressiya, panik atak, həyəcan, təşviş pozuntusu, obsessiv-kompulsiv pozuntu, saç yolma pozuntusu, dəri yolma pozuntusu, autistik spektr pozuntusu, diqqət əskiliyi, hiperaktiv pozuntu, tik pozuntusu, Tourette pozuntusu, əqli inkişaf pozuntu, şizoaffektiv pozuntu, travma sonrası stres pozuntu, yuxu və oyanıqlıq pozuntusu, yemə pozuntuları, disosiativ konversiyon pozuntu, cinsi disfunksiyalar, enurez, alkoqol və narkotik maddələrin istifadəsi fonunda psixi və davranış pozuntuları, xroniki ağrı sindromu, doğum sonraki depressiya və psixi pozuntular, baş beynin xəstəlikləri fonunda yaranan psixi xəstəliklərlə bağlı dəyərli həkim psixiatr Aytan Namazovaya müraciət eləyə bilərsiniz. Qısa aradan sonra növbəti həkimimizlə yenə çox maraqlı bir mövzuda qarşınızda olacaq. Təbii ki, yenə sizə faydalı olmağa çalışacağıq.